Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin hakimiyyəti dövrünə aid hadisələri müəyyən edin. Baxırıq testə. Qanunnamənin tərtib edilməsi Uzun Həsənin hakimiyyət dövrü üçün xarakterikdir. Biri götürəcəyik. Ağqoyunlu bəyliyinin yaradılmasını isə Ağqoyunlu dövləti ilə əlaqəsi yoxdur. Bu Ağqoyunlu dövlətindən əvvəl olmuş hadisədir. Yəni əvvəlcə bəylik olmalıdır, ondan sonra bu tədricən Ağqoyunlu dövlətinə qədər gedib çatmalıdır. Ona görə 2 olan cavabı variantlardan da çıxardırıq. 1 götürdüyümüz üçün 3 və 4-ü də çıxardırıq. Cavabımız qalır 1, 4, 1, 3. Davam edirik. Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi 1467-ci ilə təsadüf eləyir. Bu ildə də hələ Ağqoyunlu dövləti yaranmamışdı. Ağqoyunlu dövləti 1468-də bu qələbədən sonra yaranıbdı. 3-ü də çıxardırıq. Bizim cavabımız qalır Venesiya dövləti ilə hərbi ittifaqın yaradılması. Bəli, Uzun Həsən 1472-ci ildə Venesiya dövləti ilə Osmanlılara qarşı hərbi ittifaq yaratmışdır. Düzgün cavabımız 1 və 4 olacaqdır.